Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu dəfə də sizi Qayğı verilişinin studiyasından salamlayırıq. Ötən verilişlərimizdə olduğu kimi bu verilişimizdə də maraqlı bir mövzumuzu müzakirə edəcəyik. Eyni zamanda sizə qaranlıq qalan suallara aydınlıq gətirməyə çalışacağıq. Həssas ailə qruplarında olan şəxslərin cəmiyyətə inteqrasiyasında sosial-psixoloji dəstəyin rolundan və əhəmiyyətindən danışacağıq. Və əlbəttə ki, studiyamızda qonağımız da var. Ramin İsmailov, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin şöbə müdiridir və bu sahədə fəaliyyətini davam etdirən Ramin müəllimdən həm mövzumuz, həm də ümumiyyətlə həssas ailə qruplarında olan şəxslərə göstərilən xidmətləri müzakirə edəcəyik. Ramin müəllim, xoş gəlmisiniz studiyamıza. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bilirik ki, həssas ailə qruplarında olan vətəndaşlarımıza, əlilliyi olan şəxslərimizə müxtəlif xidmətlər göstərilir və bu xidmətlər çərçivəsində əlbəttə ki, sosial-psixoloji dəstəyin də xüsusi bir yeri var, xüsusi bir əhəmiyyəti var. Ümumiyyətlə, sizin fəaliyyət prizmasından baxanda sosial-psixoloji dəstək nəyə görə əhəmiyyətlidir və məqsədi nədən ibarətdir? Bəli, düzgün vurğuladınız. Mərkəzimizdə benefisiar olan hər bir şəxs mərkəzin əlavə xidmətlərinin içinə daxil olan sosial-pedaqoji və sosial-psixoloji dəstək xidmətindən də yararlana bilər. Əgər nə üçün lazımdır deyə düşünsək, mən həmişə belə bir ifadə işlədirəm. Sağlam psixika üçün bizim daxili və xarici resurslarımız həmişə bərabər olmalıdır. Daxili resurslarımız deyəndə bu bizim biliklərimiz, bacarıqlarımız, yaradıcılıq elə qabiliyyətimizin özü də, emosional intellektimiz, IQ səviyyəmiz. Xarici resurslar isə daha çox toxuna biləcəyimiz, sezə biləcəyimiz, görə biləcəyimiz bir şeylərdirlər. Və sağlam psixika üçün bu iki resursun miqdarının təqribən eyni səviyyədə olması çox vacib bir şey. Amma biz yalnız daxili bir hər hansı bir resursu inkişaf etdirib, xarici digər resurslara, ümumiyyətlə insanın həyatının digər aspektlərinə baxmayanda, bu psixikada müəyyən bir disbalans yarada bilər. Yəni, qısa olaraq desək, əgər mən bir insanın yaradıcılıq potensialını inkişaf etdirirəmsə, amma onun digər sosial çevrəsi haqqında düşünmürəmsə, onun müəyyən bir ailə daxili məsələləri haqqında düşünmürəmsə, onun sosiallaşması haqqında maraqlanmıramsa, ümumiyyətlə təhsili haqqında maraqlanmıramsa və digər həyatının aspektləri ilə maraqlanmıramsa, bu avtomatik olaraq yaradıcılığın o qədər də inkişafı üçün yaxşı bir münbit şərait yaratmır. Yəni, qısa olaraq mən belə düşünürəm ki, depressiyada olan bir insanın, ağır bir depressiyadan əziyyət çəkən bir insanın çox da güclü bir dulusçu ola biləcəyinə, məsələn, inanmaq biraz çətindir. Çünki psixika müəyyən bir səviyyədə, sağlam çərçivələr içində olanda, orada formalaşan hər bir, qazanılan hər bir bacarıq, yeni bacarıq çox daha yaxşı inkişaf edir və çox daha yaxşı formalaşır. Yəni, tam fərd olaraq bütün hər bir detal nəzərə alınmalıdır. Bəli, çalışırıq ki, multidisiplinar yanaşma tətbiq eləyək. Yəni, ancaq yaradıcılıq yox, həmçinin də həyatın digər hissələrinə də toxunmağa çalışırıq ki, bu psixikaya kömək eləsin. Ramin bəy, bir detal maraqlıdır. Yəni, bu şəxslərlə, əlilliyi olan şəxslərimizlə əlbəttə ki, müxtəlif peşə sahibləri, müxtəlif mütəxəssislər məşğul olurlar və müxtəlif xidmətlər göstərilir onlara. Ümumiyyətlə, sosial-pedaqoji xidmət və psixoloji xidmətlərlə təmin edən mütəxəssislərimiz kimlərdən ibarətdir? Bəli, bunun üçün mərkəzimizdə sosial-pedaqoji inkişaf və psixoloji dəstək departamenti yaradılmışdır. Elə bu departamentdən də bayaq vurğuladığım kimi əsas məqsədi həssas əhali qrupunda olan şəxslərin reinteqrasiyasını təmin etmək, cəmiyyətə adaptasiyasına dəstək olmaqdır. Departament daxilində klinik psixoloq fəaliyyət göstərir, uşaq psixoloqları fəaliyyət göstərir, sosial işçilər fəaliyyət göstərir, loqoped defektoloqlar, psixopedaqoq, surdo tərcüməçi fəaliyyət göstərir ki, vətəndaşlarımız ehtiyac yarandığı təqdirdə mütəxəssisin dəyərləndirməsi ilə yaradıcılıqdan da əlavə olaraq da bu xidmətlərdən də yararlana bilər. Həmçinin vurğulamaq lazımdır ki, departament həm case manager xidmətini də göstərir ki, mərkəzdə yəni vətəndaş avtomatik olaraq bir şəxsə məsul olur və onun bütün məsələləri ilə həmin şəxs məşğul olur. Daha bir sualım ondan ibarət olacaq ki, sizin göstərdiyiniz sosial-psixoloji xidmətlər, kompleks şəkildə danışıram ümumiyyətlə, vətəndaşa Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət etdiyi mərhələnin hansı hissəsində
belə deyək, lazım olur və yaxud da siz hansı hissədə işə qarışmış olursunuz? Vətəndaş sənədlərini təqdim etdikdən sonra Mərkəzin Qiymətləndirmə Komissiyasına dəvət olunur və Qiymətləndirmə Komissiyasını uğurla keçən vətəndaş avtomatik olaraq mərkəzdə müvafiq hər hansı bir yaradıcılıq istiqaməti üzrə təlimlərə başlayır. Elə həmin andan etibarən onun müəyyən bir case meneceri olur və onun avtomatik olaraq bir psixoloq və bir sosial işçisi təyin olunur və onların dəyərləndirməsi əsasında digər hər hansı bir loqoped xidməti ola bilər, surdo tərcüməçi xidməti ola bilər, psixopedaqoq xidməti ola bilər, ümumiyyətlə psixoloqla davam etmək zərurəti varmı? Bu tipli xidmətlərin hamısını avtomatik olaraq o dəyərləndirmə üzərindən biz aparırıq və təlimlərə başladığı andan etibarən bizim xidmətlərimizdən də yararlana bilər. Yəni bir növ iş planı tərtib olunur da. Bəli, fərdi inkişaf planı, bəli, hər bir benefisiar üçün fərdi inkişaf planı təyin olunur ki, burada ancaq yaradıcılıq istiqaməti üzrə inkişafı yox, həmçinin də onun digər xidmətlərdəki inkişafı da sezilir, yəni dəyərləndirilir. Bəs psixoloji dəstəyin effektivliyini artırmaq üçün, ümumiyyətlə effektiv olması üçün hansı məqamlara daha çox diqqət etdirmək lazımdır? Çox vacib nüanslardan biri psixoloji dəstəyin kimə göstərilməsidir. Əgər biz uşağa psixoloji dəstək göstəririksə, burada çox vacibdir ki, valideynin bizlə birgə işi çox əhəmiyyətlidir. Çünki həmin mütəxəssislə o yarım saat, 1 saat məşğul olandan sonra qalan günün 24 saatının, 23 saatını həmin valideynindir. Həmin valideynin psixoloji vəziyyətinin təsiri altında olur, evdəki psixoloji ab-havanın təsiri altında olur, valideynin hərəkətlərinin təsiri altında olur deyə biz valideynlə işləməyimiz çox əhəmiyyətlidir və valideynin də bizə geri dönüş eləməsi çox əhəmiyyətlidir. Mütəxəssisin verdiyi müəyyən təlimatlar, mütəxəssisin müəyyən tövsiyələri riayət olunmalıdır. Müəyyən tapşırıqlar hər biri vaxtında icra olunmalıdır ki, biz hər hansı bir effektivlikdən danışa bilək. Çünki bəzən valideynlər düşünürlər ki, uşağımı psixoloq apardım ya da uşağımı loqoped apardım, deməli nəsə inkişaf olacaq. Xeyr, yəni bu işin böyük bir hissəsi valideynin də üzərinə düşür. Çünki onların da dəstəyi bizə lazımdır. Biz çox qısa müddətdə limitli imkanlar daxilində işləyə bilirik. Amma qalan günün qalan hissəsində valideynin də dəstəyi çox əhəmiyyətlidir. Ramiz müəllim, valideynlərin psixoedukasiyası bir anlayışı var sizin fəaliyyətdə və bilmək istəyirəm bu nə üçün vacibdir və hansı formada həyata keçirilir? Psixoedukasiya nə üçün vacibdir? Çünki bəzən valideynlər müəyyən şeyləri edərkən özləri də fərqində olmadan müəyyən bir uşağa qarşı misal üçün zərər də vura bilər. Daha doğrusu belə deyək, onun xeyrinə olduğunu düşünüb əslində neqativ nəticələrlə rastlaşa bilir. Biz psixoedukasiyanı hansı formada aparırıq? İki formada çalışırıq, qrup formasında və ya fərdi şəkildə aparaq. Onsuz da hər bir uşaqla görüşdən sonra valideynlə də həmçinin həmin görüş aparılır. Uşağın inkişafı haqqında, bugün icra elədiyi tapşırıqlar haqqında, növbəti gün üçün icra etməli olduğu tapşırıqlar haqqında, hər bir növbəti görüş üçün, yəni icra etməli olduğu tapşırıqlar haqqında hər bir şey haqqında məlumat verilir və maraqlanılır, danışılır valideynlə. Evdəki vəziyyət haqqında hər biri müzakirə olunur. Lakin vacib nüanslardan da biri bəzən elə olur ki, məsələn, mən misal üzərindən istəyirsinizsə gedim. Bir valideynim var idi, 10-12 yaşlarında autizm spektr pozuntusuna sahib olan bir qız uşağımız var idi. Valideynin mənə sorğusu ondan ibarət idi ki, mən istəyirəm ki, övladım stereotip hərəkəti yığışdırılsın. Stereotip hərəkət nədir? Autizm spektr pozuntusuna sahib olan uşaqlar özlərini rahatlatmaq üçün etdikləri təkrarlanan hərəkətlərdir. Bunlar fərqli formada ola bilirlər əlbəttə ki, amma həmin uşağın stereotip hərəkəti sadəcə olaraq dərs edərkən qələmi əlində fırlatması idi. Və valideynin sorğusu ondan ibarət idi ki, mən istəyirəm ki, bu uşaq onu eləməsin. Biraz misal üçün maraqlananda, araşdıranda görürük ki, daha öncəki stereotip hərəkətlərində uşaq yerində tullanırmış. O aradan qaldırılıb, amma hazırda misal üçün bu stereotip hərəkəti var. Mən valideynə sual verdim ki, sizcə mən o qələmi əlində fırlatmasını aradan qaldırsam, başqa bir stereotip hərəkət tapmalı olacaq istənilən halda. Birdən-birə bəlkə dairələr vurmağa başlasa,
bu sizi qane eləyəcək? Əlbəttə ki, cavab oldu ki, yox. Çünki müəyyən bir sosial gərginlik yarada bilir. Həm uşaq üçün, həm valideyn üçün, həm ətrafdakılar üçün, misal üçün bəzən stereotip hərəkətlər. Ona görə stereotip hərəkətlər elə bir şeydirlər ki, həmçində onları aradan qaldıranda o yenisi birisi ilə əvəz olunur. Çünki bu uşaqların sahib olduğu xüsusiyyətdə onlar özlərini rahatlatmaq üçün hansısa bir metod tapmalıdırlar. Bəlkə də özümüz də vaxtıkən məktəblərdə də görmüşük bunu, dərs danışarkən uşaqların bəzilərinin qabağa, arxaya getməsi, müəyyən gərginliyin aradan qaldırılması. Bəli, müəyyən bir gərginliyin aradan qaldırılması üçün təkrarlanan bir hərəkətdir. Yəni onu dəyişsən belə yenisi ilə əvəz oluna bilər o. Ona görə biz valideynlə belə razılığa gəldik ki, əgər qələm o qədər də çətin bir və nə uşağa, nə də ətrafdakı valideynə ya digərlərinin diskomfort yaratmayan bir stereotip hərəkətdirsə, elə onu o formada da saxlayaq. Nəyə görə? Misal üçün, psixoedukasiya elə bu prosesdir. Valideynin stereotip hərəkətlər haqqında məlumatlıq səviyyəsinin artırılması. Çünki o düşünürdü ki, istənilən hər bir şey aradan qaldırılmalıdır. Amma biz fərqinə varmalıyıq ki, misal üçün, nəyi nə zaman, nə üçün etməliyik və nə üçün lazımdır. O məsələn və lazımdırmı ümumiyyətlə? Və ya lazımdırmı? Ümumiyyətlə biz bilirik ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əksəriyyəti əlilliyi olan şəxslərdir və eyni zamanda həssas kateqoriyada olan digər vətəndaşlarımıza da xidmət göstərilir. Bəs bu psixoloji dəstək xidməti daha çox hansı kateqoriyadan olan vətəndaşlarımıza göstərilir və bu xidməti siz hansı metodlarla həyata keçirirsiniz? Bəli, düzgün vurguladınız. Əlilliyi olan şəxslər kateqoriyamız hazırda ən çox mərkəzimizə müraciət edən kateqoriyamızdır və ən çox da benefisiara bu kateqoriyadan sahibik. Və ona görə də hazırda ən çox xidmətlərimizdən sosial pedaqoji və sosial psixoloji dəstək xidmətlərimizdən bu kateqoriyamız yararlanır. Əlbəttə ki, metodikalar individualdır. Əgər uşaqlardan danışırıqsa, uşaqların sahib olduğu xüsusiyyətlərdən asılı olaraq bu metodikalar dəyişir. Fərdi yanaşma tələb. Bəli, mütləq ki, fərdi yanaşma tələb eləyir. Bəzən hətta biz oxşar xüsusiyyətə sahib olan uşaqların həm sosiallaşmasını təmin etmək üçün, həm qrup şəklində işləmə bacarıqlarını artırmaq üçün onları qrup formasında da qəbul edirik, amma daha çox individual yanaşmanı tətbiq edirik. Və metodikalar da buna görə də fərqli olur. Lakin yetkinlərdən danışırıqsa, daha çox müəyyən bir fiziki xüsusiyyətə sahib olan insanlar hansılar ki, artıq emosional sferası ilə bağlı psixoloji dəstəkdən yararlanırlar. Artıq onlarda hazırda mütəxəssislərimiz müxtəlif terapiya metodlarını tətbiq edirlər, amma orada da əmin olun ki, mütləq ki, individual yanaşma tətbiq olunur. Daha çox biz CBT və MDR adlandırdığımız psixoterapiya metodlarından istifadə edirik, amma bəzən qarşımızdakı olan fərdin xüsusiyyətlərinə görə digər fərqli metodlardan istifadə edirik. Məsələn, mən bir benefisiarımdan yalnız interpersonal psixoterapiya metodundan istifadə edirdim, çünki digərləri ona uyğun deyildi. Yəni, qeyd etdiyim kimi, hər birində də individual yanaşma mütləqdir. Ramin, bəs psixoloji dəstəyə müraciət edən vətəndaşlarımızın daha çox sorğuları nədən ibarətdir və bir də ki, əlbəttə ki, bu kateqoriyada olan vətəndaşlarımızla işləmək xüsusi bir məsuliyyət tələb edir, xüsusi bir, belə deyək, müsbət nəticələri olsa da çətin tərəfləri də var, reabilitasiya baxımından, iş baxımından. Ümumiyyətlə, hansı çətinliklərlə qarşılaşırsınız? Vətəndaşların sorğuları nədən ibarət olur? Bununla bağlı danışardınız. Xüsusiyyətə sahib olan uşaqlardan danışırıqsa, qeyd etdiyimiz kimi, daha çox davranış pozuntuları ilə bağlı müraciət olunur. Valideynlər, misal üçün, müəyyən bir davranışların korreksiyasını xahiş edirlər daha çox. Yenə də qeyd etdiyimiz kimi, burada da bir dəyərləndirmə aparılır ki, lazımdırmı, zəruridirmi, yoxsa bu davranış pozuntusunun hər hansı bir bioloji əsası varmı, yoxsa yox. Bəzən, misal üçün, valideynlər vurğuluyurlar ki, istəmirəm belə eləsin, amma biz danışırıq ki, əslində yaş inkişaf mərhələsinə görə çox normaldır bu tip davranışlar sərgiləməsi, ya da hazır ki, orqanizmdə baş verən bioloji dəyişikliklərə görə də əslində biz bu şeyləri müşahidə edə bilərik, normaldır bu şeylərin olması. Bu davranış tipli daha çox müraciətlər olur, davranışın korreksiyası ilə bağlı müraciətlər olur. Əgər yetkinlərdən danışırıqsa, yetkinlərdə daha çox biz təşviş pozuntularını tez-tez müşahidə edirik, bəli, və əhval-ruhiyyə pozuntularını tez-tez müşahidə edirik. Müəyyən bir
belə deyim, fobiyaları olan insanlar olur ki, bu təşviş pozuntularına aiddir əlbəttə ki, və ya depressiv əlamətlərlə mərkəzə müraciət edən, daha doğrusu beyin psixologlarımıza müraciət edənlər olur aralarında. Bu da əhval-ruhiyyə pozuntularına daxildir. Ümumiyyətlə, belə bir bəlli bir müddət varmı, hansısa bir benefisiara göstərilən psixoloji dəstəyin? Nümunə üçün deyirəm ki, bu müddət ərzində, məsələn, 3 ay ərzində göstərilən xidmətdən sonra benefisiar bu mərhələdən digər mərhələyə qədər inkişaf etmiş olacaq. Əslində yox, tam konkret bir bəlli müddət yoxdur. Mərkəzdə olduğu müddətdə xidmətlərdən yararlana bilər, amma istifadə olunan metoddan asılı olaraq bu müddət dəyişə bilər. Məsələn, CBT-də biz adətən 12 seansa qədər, maksimum müəyyən bir xüsusi hallar olduqda 16 seansa qədər bunu artıra bilirik. Əgər xüsusi qalxa ehtiyacı olan uşaqdırsa, əlbəttə ki, burada davamlı olaraq inkişafını müşahidə edirik, onunla davamlı olaraq fəaliyyətdə oluruq. Və ümumiyyətlə, düz əvvəldə biz verilişin əvvəlində siz toxundunuz bu məqama və bir də daha biraz geniş açıqlayardıq izləyicilərimiz üçün ki, həm də bilirik ki, əlilliyi olan uşaqların valideynləri də bizi davamlı olaraq izləyirlər. Psixoloji dəstəyə nəyə görə ehtiyac var? Nəyə görə valideynlərimiz öz uşaqlarını, belə deyək, bu xidmətlərə yönləndirməlidirlər? Ümumiyyətlə, belə vurğulayardım mən. Bəzən gəlin qısa bir metod, elə uşaqlar keçməzdən əvvəl biraz özümüzdən misal çəkək, misal çəkək. Yəni ki, sizin həyatınızda da elə olub ki, bəzən demişsiniz ki, o niyə belə elədi, mən onun yerində olsaydım belə bir addım atardım, ya da ki, mən onun yerində olsaydım bu sözü deyərdim ona, ya da ki, bu cavabı verərdim və s. Yəni, sanki başqasının yaşadığı çətinlikdə çox rahat şəkildə biz müəyyən bir çıxış yolu tapa bilirik. Bunu tez-tez özümüzdə, ya da ki, başqa misal üçün müşahidə edirik digərləri. Əslində, burada nüans nədir? Burada məsələ ondadır ki, həmin insanlar heç də sizdən hər hansısa bir, belə deyim, intellektual cəhətdən daha zəif olan şəxslər deyirlər. Həmin insanlar heç də sizin tapa biləcəyiniz variantları tapa bilməyəcək insanlar deyirlər. Əslində, onların da ağlarına gələ bilər bu variantlar ki, bu çətin məsələdə nə etməliyəm? Sadəcə olaraq insan psixikasının işləmə tərzi ondadır. Bu cürdür ki, insan psixikası stres faktoru olan yerdə bloklanır. Daha doğrusu məntiq bloklanır. Ona görə psixoloq sizə həmin anda, həmin vəziyyətə obyektiv, tərəfsiz və emosiyasız formada, daha doğrusu emosiyalara qapılmadan baxmağa kömək edir. Bu baxımdan bəzən terapiyada əslində müəyyən bir öhdəlik qoyurlar psixoloqun qabağına ki, gələcəm mənə müəyyən tövsiyələr versinlər, eləsinlər, amma elə deyil. Yəni, benefisiarın bizim də qarşımızda müəyyən bir öhdəliyi var ki, o bizim verdiyimiz də tapşırıqları icra eləməlidir. Yəni, bu daha çox yetkinlərə aid, onu vurğulayıram ki, yəni, terapiyaya getməzdən öncə terapiya sizə məsələyə obyektiv, tərəfsiz və qeyd etdiyim kimi, emosiyalara qapılmadan situasiyanı real görməyə kömək edir. Bəli, analiz etməyə və situasiyanı real görməyə kömək edir. Əgər xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışırıqsa, daha öncə vurğuladığım kimi, bəzən valideynlər övladına yaxşılıq edirəm adı altında onların ehtiyaclarını tam ödəməyə bilərlər, ya da onların xüsusiyyətlərini nəzərə almaya bilərlər. Bu baxımdan və hansısa bir şeyi çox daha, belə deyək, səhv bir formada icra edə bilərlər. Buna görə də davamlı olaraq mütəxəssisin dəstəyinə, mütəxəssisin, belə deyim, yanaşmasına məncə zəruridir. Mütəxəssisin yanaşması olmalıdır prosesdə. Çox yaxşı bir məqama toxundunuz, Rami bəy, və ümumiyyətlə cəmiyyətimizdə son dövrlər təbii ki, yəni əvvəlki illərlə müqayisədə psixoloji dəstəyə, eləcə də psixoloqlar, onların fəaliyyətlərinə qarşı müəyyən stereotiplər var idi və bu nəinki əlilliyi olan şəxslərlə bağlıdır, eləcə sağlam fərdlərlə bağlı bir nüansdır. Lakin son illərdə bu stereotiplər artıq qırılır və bəzən əlbəttə ki, vətəndaşlarımız, hansısa belə deyək, insanlar psixoloqlara getməkdən ümumiyyətlə imtina edirlər və bunu sadəcə vaxt itkisi kimi və yaxud da digər amillərlə əlaqələndirirlər. Ümumiyyətlə, nəyi nəzərə almalıdır psixoloji dəstəyə ehtiyacı olan şəxs və yaxud da psixoloji dəstək alan şəxs?
Bəzən psixoterapiyada insanlar psixoterapiyanı belə təsəvvür edirlər ki, bir şkala kimi təsəvvür etsək bunu, ancaq artan bir şkala kimi təsəvvür edirlər benefisiarlar bunu. Yəni terapiyaya gedəcəm, hər seans daha da yaxşı olacaq. Amma elə deyil. Əslində psixoterapiya elə deyil. Psixoterapiya çox dalğalı bir prosedurdur. Siz 2 seans özünüzü psixoloqun yanından çox yaxşı hiss edib çıxa bilərsiniz. 3-cü seansı isə çox emosional belə yüklənmiş formada çıxa bilərsiniz. Bu terapiya prosesi də əslində belədir. Bəzən elə məqamlar olur ki, insanlar heç terapiyanın onlara effektiv olub olmadığını belə anlaya bilmirlər. Düşünürlər ki, ümumiyyətlə effektiv deyil. Amma onlara görə mən tövsiyə görərəm ki, əgər hər hansı bir mütəxəssisə yönəlirsinizsə, yəni əlbəttə ki, güvəndiyiniz bir mütəxəssisə yönəlirsinizsə, 4 seansdan öncə qərar verməyin. Terapiyanın effektiv olub olmadığını sizin üçün 4 seansdan öncə qərar verməyin. 4-cü seansdan sonra artıq vəziyyəti analiz edin. Əgər hər hansı bir az da olsa müəyyən bir dəyişiklik hiss edirsinizsə, deməli əslində bir effektivlikdən danışa bilirik biz ki, bəli, terapiya effektivliyi var. Belə. Yəni müsbət bir irəliləyiş, dəyişiklik əldə etmək üçün ən azı 4 seans davam etmək lazımdır. Ən azından bəli, yetkin psixoterapiyadan danışırıqsa, əlbəttə ki, 4 seans mütləq ki olmalıdır. Əgər xüsusi qayğıya ehtiyacı olan uşaqların psixopedaqoq və ya misal üçün psixoloq yanına yönləndiririksə, artıq burada qeyd etdiyimiz kimi individual yanaşma daha çox özünü göstərir ki, burada uşağın sahib olduğu xüsusiyyət, həmin xüsusiyyətin kəskin ifadə olunma forması çox təsir edir. Yaş faktoru çox təsir edir ki, neçə seans minimum lazımdır ki, hər hansı bir irəliləyiş görə bilər. Həm də düşünürəm ki, benefisiarın, belə deyək, mütəxəssisə, həm də mütəxəssisin benefisiara adaptasiyası da çox önəmlidir. Əlbəttə ki, ilk bir neçə seansda bu bir qədər çətin olur. Hətta bəzən olur ki, öyrəşir, amma daha digər şəxslərə öyrəşə bilmirlər. Yəni artıq biz həmişə bunun çətinliyini yaşayırıq. Məsələn, məzuniyyətə gedəndə fikirləşirik ki, necə eləyim ki, uşaqlarım misal üçün qalmasınlar da, məsəl üçün mənsiz qalmasınlar. Yavaş-yavaş onları öyrəşdirməyə çalışırıq, məlumatı verməyə çalışırıq. Mən misal üçün getməzdən əvvəl 2 həftədən öncədən bildirirəm ki, bax mən 2 həftə sonra olmayacam. Yaxşı, özüm misal üçün belə aparsan, yaxşı aparsan. Mən yox, bu demək deyil ki, belə eləmək lazımdır. Amma əlaqəni davamlı saxlayırsınız, yəni ki, benefisiarlarla. Çalışırıq maksimum dərəcədə əlaqəni saxlayırıq. Bəs ümumiyyətlə bəlli bir rəqəm varmı ötən dövrdə həm sosial pedaqoji, həm də psixoloji xidmət göstərdiyiniz şəxslərin sayı nə qədərdir? Ümumi mərkəzimiz fəaliyyəti dövrü ərzində 830-dan artıq vətəndaşa xidmət edib və bunların hər birinə müəyyən xidmətlər göstərilib. Ən azından hər birinə case management xidməti göstərilib və onların da içində bir neçə xidmətdən həm loqoped, həm psixopedaqoq, həm surda tərcüməçi və həmçinin psixoloq xidmətlərindən, sosial işçi xidmətlərindən yararlanan vətəndaşlar olublar. Və bu illər ərzində bu vətəndaşların yararlandığı xidmətlər sayı minləri keçir. Son il ərzində, yəni 2025-ci il ərzində 750-dən artıq sosial pedaqoji və sosial psixoloji dəstək xidməti göstərilib və bu sayı getdikcə də artmaqdadır. Ramiz, bəs hansı mərhələdə artıq sosial psixoloji dəstək kifayət eləmir və biz artıq o mərhələdə nə etməliyik? Əgər biz hansısa bir belə deyim, xüsusiyyətdən danışırıqsa və müəyyən bir problemdən danışırıqsa, ümumiyyətlə onun mənşəyinə baxmalıyıq. Bəzən problemlərin mütləq ki, bir bioloji əsası olur, bəzən isə bir problemlərin daha çox psixoemosional fonla əlaqədar olur. Əgər müəyyən bir bioloji əsaslanan problemlər varsa, müəyyən bir patoloji vəziyyət varsa, əlbəttə ki, burada dərman müalicəsi tətbiq oluna bilər və çünki yalnız psixoloq fəaliyyəti ya psixoterapiya bəzən tam da effektiv ola bilmir. Çünki bizim mərkəzimizdən hələ timsalında misal gətirim. Bəzən valideynlərə mən özüm belə izah edirəm ki, biz yaradıcı onu istəyirik ki, məsələn, rəssam olaraq inkişafını istəyirik.
ya da fərqi yoxdur da. Yəni müəyyən bir yaradıcılığın inkişafını istəyirik. Amma o yaradıcılığın inkişafı üçün biz elə bir psixi mümbit şərait yaratmalıyıq ki, orada nəsə bir öyrənilə bilsin, nəsə bir təlim-tərbiyə prosesi gedə bilsin. Çünki əgər uşaq gərgindirsə və bu gərginliyi hər hansısa bir onun sahib olduğu xüsusiyyətdən asılıdırsa və fərqi yoxdur, uşaq da olmaya bilər, yetkin ola bilər, əgər hər hansısa bir patoloji vəziyyət müşahidə ediriksə ki, orada bir psixiatra yönləndirməyə ehtiyac var ya nevropatoloqa yönləndirməyə ehtiyac var ki, orada biraz müəyyən bir belə deyim, simptomların aşağı salınması lazımdır ki, paraleldə psixoloqda işləyəndə müəyyən bir effektivlik olsun. Bəzən yəni qeyd etdiyim kimi ancaq psixoloji dəstək kifayət etmir. Müəyyən bir medikamentoz, yəni tibbi dəstək də lazım olur. Sonuncu sualım Ramin, ümumilikdə təkcə əlilliyi olan şəxslərə aid deyil, ümumiyyətlə hər bir fərd üçün, hər bir vətəndaş üçün məncə maraqlı ola bilər. Sağlam psixika üçün ümumiyyətlə hansı tədbirlər həyata keçirilməlidir, nələrə diqqət edilməlidir hər birimiz üçün? Sağlam psixika üçün əlbəttə ki, ehtiyacların ödənilməsi çox vacibdir. Ehtiyac və tələbatların ödənilməsi çox vacibdir. Bu ehtiyac və tələbatlar iki formada ola bilər. Yəni yalnız fiziki ehtiyac və tələbatlar deyil, həmçinin də müəyyən bir emosional ehtiyac və tələbatlar da var. Burada hörmət hissi, sevgi hissi, qayğı hissi, bu kimi bir şeylər də mütləq ki, ödənilməlidir ki, biz sağlam psixi vəziyyətimizi qoruya bilək və həmçinin də daha öncə qeyd elədiyim kimi xarici və daxili resursların inkişafına baxmalıyıq. Əgər mən həyatımın ancaq bir aspektini inkişaf etdirirəmsə, digər tərəfi o qədər də mənim diqqətimdə deyilsə, diqqətimdən yayınırsa, əlbəttə ki, müəyyən bir disbalans yaranacaq və bu da daxili konfliktə gətirib çıxardacaq. Həyatın bir hissəsində sən çox güclüsən, amma həyatın digər bir hissəsində özünü daha zəif hiss edirsən. Bu kontrast, yəni aralıq, fərq psixikaya ciddi bir konflikt yaşadır. Ona görə də biz həmişə tövsiyə görürük ki, bu nisbətlər bir-birlərinə çox yaxın olsun. Yəni balans təmin olunsun. Bəli, balans təmin olunur. Ramin bəy, çox sağ olun. Vaxt ayırdınız, studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız və əminəm ki, izləyicilərimiz üçün də bir çox məqama aydınlıq gətirmiş olduq. Bax belə, hörmətli Qayğı verilişinin izləyiciləri, Dost TV izləyiciləri, bu dəfəki buraxılışımızı da burada yekunlaşdırırıq. Növbəti verilişlərdə görüşmək ümidi ilə sağ olun.